Bakıda isə cəmiyyətin bütün qatlarını sarsıdan daxili qeyri-sabitlik, siyasi çəkişmələrin geniş vüsət alması, cinayətkar mafioz dəstələrin fitnələri, xarici xüsusi xidmət orqanlarının qarşısı alınmayan kəşfiyyat təxribat fəaliyyətinin ordu quruculuğu prosesinə göstərdiyi dağıdıcı təsiri 1993-cü ilin ortalarında ordunu məhv olmaq təhlükəsi qarşısında qoydu. Bütün bunların nəticəsində erməni silahlı qüvvələri bir-birinin ardınca Azərbaycan rayonlarını zəbt elədi. 100 minlərlə insan öz yurdlarından didərgin düşdü. 10 minlərlə itki verildi. Ancaq bütün bu uğursuzluqlar Azərbaycan xalqının, vətən uğrunda canından keçməyə hazır olan Azərbaycan oğullarının yox, ölkənin hərbi siyasi rəhbərliyinin məğlubiyyəti idi. Xalq məğlubiyyətlə barışmaq istəmirdi. Xalqın əsl rəhbərə, sərkərdəyə ehtiyacı var idi.